Tələbə var elə tələsir, dəhşət. Güya tez bilməklə hər şey həll olunacaq. Əsla. İlk birinci ilə yıxılan o özü olacaq. Məncə bizim bəlamız praktikanın az olmasıdır. Demək olar ki, təcrübə sıfır. Qocaçılar, salamlar, necəsiniz? Yenə də Box Time-dayıq və yenə də tələbələrlə yaşanan anlar. Gəlin mən sizə tələbələrimin mənfi cəhətini indidən izah edim ki, biləsiniz. Hansı kursda olursunuz olun, harada tədris alırsınızsa alın, fərq etmir. Amma elə məqamlar var ki, onu əvvəldə nəzərə alsanız çox gözəl olar. Bugün istəyərəm Box Time-da ayrıca tələbənin tələskənliyindən və ümumiyyətlə təcrübədən danışım. Çünki təcrübə sualları da yaman gəlir. Belədir ki, kofe çayınızı hazır edin. Bu millətin xətası, boxları bitmək bilmir. Başladıq. Gəlin iki dili müqayisə edək. İki dilin tələbəsini müqayisə edək və həqiqətən də fərqli bir dünyadır. Deməli, PHP tələbəm, bir də Python tələbəm. Python tələbəm daha çox tələsir, dəhşət. Deməli, söhbət nədən gedir? Mən istər-istəməz başlayıram dəyişən dəyərlərdən, istər-istəməz artıq metodlara müraciət edirəm string dünyasından, Python'da, amma PHP-də daha rəvan gedir hər şey. PHP-də istər-istəməz hər şey elə təşkil olunub ki, prosedur, funksiyonal, belə deyək də, addımlar çox nizam-intizamlı və rəvan gedir. Və orada çox şeyləri düzgün addımlara göstərmək şəraiti var PHP-də. Amma Python'da artıq stringlər dünyası, onun zəngin olan stringlərə dair metodlar, arada bir göstərəm ki, OP dünyası artıq başlayıb, siz bunu hiss etmirsiniz Python'da. Və belə dedikcə bu insan tələsir, bu tələbə tələsir. Tələbə dedikdə aydın məsələdir ki, çoxluğu da nəzərə alıram. Tələsirlər ki, deyəm buna da baxaq, filan şeydə yoxlayaq. Deyəm tələsməyin. Python'ın fəlsəfəsi var. Onu öyrənin, onu bilin və tələsməyin. PHP-də rəvan gedir, amma PHP-də də bir də görürsünüz ki, tələsə nöqtəli vergülü unudur. Tələsə dollar işarəsini unudur. Amma bu da məncə bir praktikadır. Deməli, Python tələbəsi nə edir? Mən ona kod verirəm, asasda işləyir, şərtlərə gəlir, dövrlərə yaxın hələ ki etmirəm və üstəlik də ki, həmin tələbə, çünki bir neçə mən Python tələbəm var ki, başqa dildən gəlib. Ayda, ilahi, bu lap bəladır. Bu lap bəladır. Mən 2022-dən artıq dərs demirdim və bir anlıq unutmuşdum ki, ilahi, tələbə necə olur və nə qədər tələsməyə özünü sövq edir, amma belə deyil. Python dünyasında sənə verilən addım nələr varsa bunlara diqqət yetirmək lazımdır və başqa dildən gələn if dünyasına, elif dünyasına gələndə bax orada dayanır. Hə, üstəlikdə ki, Python axı daha çox sözlə yazırsan bütün şəraiti və inkarı da notla verəndə başqa dildən gələnlər onu öyrəşməyiblər. Harada olmadı, nidanı istifadə edir. İlahi, bu Python'dır. Nida burada boşu-boşuna nə gəzir? PHP dünyasında olanların ən böyük səhvi nədir? Deməli, kodu yazır, çox maraqlı bir iş görür. Amma bu Python deyil, sənə səhvini düzgün yerdə, düzgün sətirdə göstərər və if dünyasına gəlirlərsə, biraz da çox sətir yazırlarsa, haradasa nöqtəli vergülü unudub, haradasa düzgün verməyib, bir də görürsünüz ki, interpretasiya zamanı sənə göstərmək istədiyi eroru yuxarıda baş verib, amma fikir bitməyənə qədər düzgün vermir və sətir boyu bir də gözlük errorda hansısa düzgün, hətta baş verən səhvin düzgün sətrin yerini rəqəm olaraq vermir və tələbə bilə-bilə gedir, yəni bilə-bilə deyəndə əslində xəbəri yoxdur, amma bilə-bilə gedir, məhz o sətrə baxır ki, burada hər şey düzdür, nə yanlışdır və bu zaman deyirəm ki, unut sətr nömrəsini, bir bax gör ümumiyyətlə bu kodda özün, bu interpretatorun əvəzinə özün sətr bə sətr gəz. Bax gör, öz səhvini tapa bilirsə, üstəlikdə ki, hələ nə yaxşı redaktor
İndiki redaktorlar sizlərə hər şey rəngli verir, altından xətt çəkir, nə bilim istifadə olunmayıbsa ümumiyyətlə boz çalarında verir. Hələ bunlarla bərabər deyirəm, hələ bax gör səhvi tapa bilərsənmi? Bir də görsən ki, yox, səhvinə fikir vermir, gedir elə özünü fokuslayır, ancaq o PHP-nin sənə ümumən verdiyi sətir rəqəminə ki, filan nömrəli sətirdə səhv. Sonra fikrini tamamen sıfırlayır və təzdən addım gedəndə gör ki, aha, buna baxın. Burada istifadə etmişəm, amma dollar düşməyib. Burada da istifadə etmişəm, nəysə nöqtəli vergül düşməyib. If-də isə ümumiyyətlə iki bərabərlik əvəzinə tək bərabərlik dayanır. Bunların hamısı səhvdir. Tələsir insan, yaman tələsir. Deməli, belə bir faktı da vurğulayım. Pythonçularım dəhşətdirlər də, dəhşət. Deməli, sıfırdan başlayan məni daha çox qulaq asır Pythonda dediklərimə, mənim sözlərimə önəm verir, bu xoşuma gəlir. Düzdür, o qədər də digərlərindən tələsməyində fərqlənmir, amma yeni deməli dərsimə, kursuma qoşulan, amma başqa proqramlaşdırma dilini bilənlər ilahi dəhşət. Elə tez yazır, deyir ki, indi bu saat həll eləyəcəm, tələsib deyirəm, qardaş, ay gözəl insan, ay gələcəyin proqramçısı, sən neyinisən? Pythonda belə deyil. Üstəlik də ki, Pythonda if dünyasına qərq olursansa, orada işarələrdə yanmır, birbaşa elə yazırıq and, or. Amma buna fikir vermir. Ya da bir də görürsünüz ki, mötərizələr istifadə edir. Deyirəm, mötərizə burada nə gəzir? Sən canı, if dünyasında, Python proqramlaşdırma dilində lazımsız yerə mötərizələr açılmır. Tez bilirəm ki, belə bir şeylər yazırsa, bu insan gəlmələrdəndir. Başqa dildən gəlib, çünki mənim proqramlaşdırma dilində vurğulamaq istədiyim ən çox odur ki, bax, nizam-intizamlı gəlməlisən dilə. Sıfırdan başlayan daha rahat əslində. Düzdür, onun da tələsməkləri var da, amma başqa dildən gələnlər, ilahi, bu nədir? Deməli, mötərizə açmağa tez tələsir. Deyirəm, yoxdur mötərizə. Bir də görürsünüz ki, tez ampersand istifadə edilir, deyirəm, yoxdur burada. Yəni, ampersand istifadə etmək istəyirsənsə şərtdə, onun işi tam başqadır Pythonda. Amma normalda and, or, ən sadə imkanlara, ən sadə yazıya malikdir if. Amma mötərizə istəmir. Üstəlik də ki, else if-ə tez qaçır, bir dəqiqə. Else varsa da sondadır. Özdə Python proqramlaşdırma dilində else tək şərtlərdə deyil. Bunu ayrıca tez-tez vurğulayıram. Və başa düşmədim, bir də harda var ki, deyə, else deyəndə deyirəm, tələsmə. Bundan hamısını görəcəksən. Amma bu Python'ın fəlsəfəsinə, ümumiyyətlə başqa dildən gəlmişsənsə, onun sintaksisinə hörmət etmək lazım və qaydalarına riayət etmək lazımdır. Tələsdin, uduzacaqsan. Tələsdin, hamı kimi uduzacaqsan. Başqa dildən gəlib proqramlaşdırmanı hiss eləyəm ki, bilirəm. Müəllim, bunu bildim də, deyən tələsir. Çünki yazanda özü görür ki, hayda, düz deyir. Müəllim düz deyir. Mən həqiqətən də hörmət edirəm. Başqa dildə özünü tapan və daha da yeni dilə yönəldən özünü tələbəyə çox böyük hörmət edirəm. Amma tələsməyinə göz yuma bilmirəm da, nə edim? Deyirəm ki, yox, elə deyil. Yəni, onsuz da bizə qaydadır. Proqramçı nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır. Amma bir dəqiqə, hər dilin qayda qanunu var. Gəlin onu riayət eləyək və onsuz da qabaqda səni çox böyük sürprizlər gözləyir. İndidən desəm, yəni şoka düşməsən də qəbullanmayacaqsan. Sonradan sonraya qəbullanacaqsan və ya da deyəcəksən ki, bir dəqiqə. Və bundan qabaq öyrəndiyim dillərdə bunlar niyə yoxdur? Çox maraqlı bir dünyadır. Python proqramlaşdırma dili, PHP rəvandırsa, Python tam başqadır da, yəni. Və get-gedə bu tələbələrimdə hətta fərqli bir davranış da görürəm. Amma o da bu da həqiqətən tələsir, həqiqətən. Gəlin mövzunu dəyişim, çünki bir şey yadıma düşdü və onu ən düzgünü elə Boxtime'da paylaşmağımdır. Son dönəmlərdə ən çox verilən bir sualla paylaşmaq istəyirəm sizlə. Sizin kursda təcrübə
keçə bilərəmmi? Və mən qalıram belə ki, nə cavab verim belə bir suala? Çünki öz tələbələrimlə başlayanda əvvəldən deyirəm, əgər maddiyyat özündən gəlirsə özünə deyirəm, yox, yaşı azdır, valideyni onu deməli maliyyələşdirirsə, deyirəm mütləq valideynə də bilməlidir ki, biz ciddi başlayırıq yol almağa və mənimlə başlayan uzun müddətlidir. Yəni bu 3 ay deyil, 5 ay deyil, 6 ay deyil və daha çoxdur. Bunu bilsin istəyirəm valideyn və yaxud da ki, bunu bilsin mənimlə işləyən tələbə, çünki öz-özünü maliyyələşdirir və maraqlı bir yola mənimlə başlayır. Amma sual belədir, müəllim sizin kursda təcrübə ala bilərəmmi? Mən keçmişəm Python-ı və yaxud da ki, mən PHP-ni keçmişəm, amma təcrübə almaq istəyirəm, amma layihə yazmaq istəyirəm, amma mənə məsələ verin, mən onu yazım, məsələn deyir. Məsələ ondadır ki, mən hətta qalıram belə ki, nə cavab verim ona və ya hansı formada desəm daha doğru olar. Çünki əslində onun keçdiyi kursda təcrübə yiyələnməli idi artıq. Nə yalan deyim, səmimi olaraq belə olmalıdır. Amma kurs əgər 3 aydırsa, 6 aydırsa, tanıtım məqsədi ilə yaranıbsa, adı məsələ ki, bəlkə də doğrudur ki, təcrübə o qədər də keçməyə vaxt olmayıb. Mən bunu anlayıram. Amma mənim də elə əsas məğzim bu kursda uzun müddətli etməyim, səbəbim elə odur. O mənimlə praktikada hər şey yaşayacaq və yaşamalıdır da. Ev tapşırığı vermirəm, ona görə də nə isə yoxlamaya ehtiyac yoxdur. Get elə gəl, niyə eləmədin deyə bir şərt də yoxdur. Mənim yanımda yaz, görüm ki, doğrudan ki, qoyduğum indiki məsələni indi yazdınsa, deməli, gələcəyin gözəl peşəkarısan. Amma nədənsə də görürəm ki, dəfələrlə fərqli insanlardan amma eyni sual gəlir. Təcrübəni sizinlə bərabər Kocazda yaşamaq, yazmaq, praktika əldə edib, hər hansı bir məsələdə belə deyək, bu səhvlərə görə bu proqramlaşdırmanı canlı şəkildə görmək imkanı varmı Kocazda? Mən sözün açığı nə deyim, mən tələbələrimlə artıq bunu işləyirəm, artıq onlar mənimlə təcrübə qazanır. Ayrıca bir təcrübəni təzədən, amma Python-ı necə keçib bilmirəm, PHP-ni necə keçib bilmirəm, nə qədər yaxşı JavaScript-i bilir, bilmirəm və təzədən ona, hə gəl təcrübəni mənlə yaşayacaqsan, deməm o qədər düz deyil. Niyə? Çünki yoxlayıb ona proqramlaşdırma səviyyəsi hansı növdə, hansı səvkidədir, nə kimi səhvlər var deməm, o qədər də düz deyil. Səmimi deyim, düz deyil. Amma görürəm ki, bir dəqiqə elə çıxır ki, bu insan fərqi yoxdur, 6 ay keçib, 8 ay keçib, bu insan demək olar ki, praktika görməyib. Və yaxud da ki, layihə yazmayıb və yaxud da ki, layihənin komponentini yazmayıb. Məsələn, mənim bir layihəm var, onu tamamlanmasını istəyirəm. İstər API üzərindən bir nəsə yazsın, istər layihənin həqiqətən ciddi bir komponentini yazsın, ya da hansısa bir mikroservis var, onu dəyişsin, özünkini tətbiq etsin və s. və ilaxır. Və görürəm ki, yox, sən demə təcrübə, bu insan öz kursunda görməyib, yaşamayıb, kod olaraq, praktik olaraq bir portfolyosu yoxdur. Hə, onda heç nə, deyirəm ki, səmimi olaraq istəyərdim bu mənə suallar verən kəslər təcrübə yəsi olsun. Amma yoxdursa da mən düşünürəm ki, bu nə etməlidir? Yetərincə saytlar var ki, əgər dili artıq bilirsənsə, bu və ya digər layihələri yaz. Hətta bir də görürsünüz ki, sizə deyirlər ki, to-do list yazın. Həqiqətən də yazın. O qədər maraqlı şeylər çıxır ortalığa və bu bilirsiniz nəyə oxşayır? Mən sizə səmimi deyim, bu böyük bir praktikadır. Yaşı çox olanlar bunu bilir. Bir də görürsünüz ki, bir maraqlı film var. Ola bilər həyatı filmdir. Ola bilər nədirsə çox maraqlı bir başqa sevdiyiniz filmdir. Amma həmin o filmə dəfələrlə baxdıqca
və yaş ötdükcə görürsən ki, yox, sən demə bu filmdə elə bir şeylər deyirdi. Mənim o vaxt yaşım çatmırdı bunu anlamağa. Və yaxud da ki, ayda bu həyatda elə praktika yaşamışam ki, o film indi bu saat düz deyir. Və s. və axırı bu De Cervantes'in əslində Don Quixote filminə aiddir. Bu səhv eləmirəmsə Baharın 17 anı 17 mgновений весны filmi var. Dəhşət bir filmdir. Mən 100 dəfə baxmışamsa 100 dəfə də elə bir şeylə görmüşəm. Yaş boyu, yaş ötdükcə bu ömür boyu görsən ki, nə qədər baxsan da yeni bir şey görəcəksən. Bunu sizinlə paylaşıram ki, baxın, nə qədər önəmlidir təcrübə. Gördüyün, öyrəndiyin, tədris aldığın yerdə. Amma bu təcrübə birdən bir layihədə görsənmir. Hərdən mənə başqa bir tələbələr də soruşur. Eyni zamanda PHP konferansında da danışdıq. Bəlkə də bu biraz sizin üçün uzun gələ bilər mənim söhbətim. Amma həqiqətən də bir də görürsünüz ki, soruşurlar ki, layihədə məncə hər şeyi yaxşı bilərəm. Bəli, layihədə ən sonda qısa praktikanı həmin dərsi keçdiyin insanla və yaxud tədris ocağı ilə yaşadınsa, sonda bir və ya bir neçə layihədə xırda praktikaları, yaşantısını yığırsan bir layihə, olur əla. Yox, olmayıbsa, hərdən də sual versən ki, mən bu dili nə üçün öyrəndim? Mən elə bir maraqlı məqama yönəlmək istəyirəm ki, bundan sonra bəlkə də dəfələrlə danışacağım bir amil olacaq. Hərdən də icazə verəcəm ki, elə bu yola əl atsınlar. Çünki bugünün məncə ayrılmaz bir parçasıdır. Amma öz xeyrinədirsə. İlahi, söhbət gedir süni intellektdən. Süni intellekt indi bu saat hər şeydə, hər yerdə var. Redaktordan tutmuş, hətta deyərdim video montaja kimi hər yerdə var. Həqiqətən var. Və olarmı mən süni intellektdən istifadə edim? Mənimləsənsə, start dönəmindəsənsə, xeyr olmaz. Evdə özün üçün eləyirsənsə, buyur. Süni intellekt bizə asistentdir. Bizi əvəz etməyəcək. Uzun müddət hələ əvəz etməyəcək. Amma dizayn, proqramlaşdırma, 3D elementlər, komponentlər yığımı və s. və axırı işlərdə xeyli irəliləyib. Video işlərində də xeyli o qədər irəliləyib ki, hətta deyirsən ki, ayda, buna baxayım, mən belə bir şey yaratmaq istəsəydim, mən bəlkə də yox yerdə 8 saatımı, 8 günümü və s. və axırı müəyyən bir müddəti mütləq gözləməliydim, ayırmalıydım, itirməliydim. Amma gör ha, süni intellekt mənim əvəzimə bunu edib çox zaman da uğurlu edir. Amma hərdən də mən belə deyərdim dırnaq içində çirkli edir. Amma edir. Nə olacaq bizim təzəcə öyrənmək istədiyimiz həmin kəslərdir. Nə olacaq bizim axırımız? Deyəm, bir dəqiqə, əvvəlinizi bir düzəldin də, sonra axırdan danışarsınız. İstifadə etmək istəyirik. Deyəm, edin, niyə etmirsiniz ki? Bu, bugünün nəbzidir. Edin, tanıyın, bilin. Amma o sizə müəllim deyil də, sizə dost kömək edəndir. O kəsə ki, artıq bu işin yarım da olsa peşəkarıdır. Əgər tam peşəkarıdırsa, ona elə gözəl bir köməkdir. Həqiqətən. Çünki mən bir neçə işimdə mütləq şəkildə, ən çox da dizayn işlərində, ən çox da mən deyərdim ki, müəyyən işlər var ki, mən təzdən filan faylı yaratmaq istəmirəm. Bunu mənə süni intellekt eləsin. Çünki ana bazanı artıq əldə eləmişəm. O faylı mənim üçün o yaratsın deyirəm. Və yaxud da ki, bir də görürsünüz ki, mənə fake faylı lazımdır. Çünki onunla işim var. Fake faylını da yaratmıram, o mənə yaradır. Tamam da, mən onu yarada bilirəm. Mən Python'da fakerlə daha nələr yaratmıram. Amma deyirəm, ay süni intellekt, sən mənim üçün yarat. Özdə bu məsələlər də toxunulsun orada. Mən də ondan yararlanım. Bir də görürsünüz ki, elə bir fayl verdi ki, deyirəm, ilahi, həqiqətən də deyir, uşağa buyur, dalıca yürür.
həqiqətən də bir də görürsünüz ki, süni intellektdən yaşam budur, amma o da öyrənir də, düzdürmü? Və heç kimin bu həyatda əvəzi kimi gəlmir süni intellekt. Ancaq kömək kimi gəlir. Və gələcəyinə mən özüm də istəyərəm ki, süni intellektlə prompt üzərə ayrıca bir prompterlər olur da, prompt üzərə düzgün yazsın, düzgün nəticəni əldə eləsin və ən əsası biz nədir? Ən əsası odur ki, onun sənə verdiyi məhsul. Yəni sən bu işin peşəkarı olmalısan da, onun sənə verdiyi məhsul doğrudurmu, tam odurmu, yoxsa bir çox yerdə sadəcə nəzərə alınmayıb, fokuslanıb nəticəni görsən, amma arxa planda da o qədər qarışım var ki, və anlayırsan, yox, hələ o deyil. Və yaxud da gedirsən, tamam, tam mən istədiyimdir. Tamam, əla, super, tam mən istədiyimdir demişsinsə, deməli, məncə, ən böyük uğur sizin uğurdur. Niyə? Promptu, sorğunu çox düzgün və səlis yazmışsınız ki, sonunda nəticəni əla almışsınız. Amma indiki start tələbələrimə bu aidiyyatı, bu mövzu heç bir aidiyyatı yoxdur. Bu onlara şamil olunmur, onlara heç bir aidiyyatı yoxdur bu məsələdə. Gələcəyinə ola bilsin olsun. Niyə də yox? Çünki məndə onsuz da süni intellektdə hətta videolarımın birində ChatGPT-yə elə mən tədris edərkən deməli qoşuldum pullusuna və elə oradaca da aldım. Və bir neçə işlərim var ki, mən hələ də test eləyəndə qoşuluram, alıram, baxıram. Qazanırsansa eyni zamanda xərcləməlisən də. Və yaxud da ki, nailiyyətin üzərə lazımdırsa əlavə nəyəsə ödəniş edib və alacağım məhsul möhtəşəm olacaqsa dəyər, həqiqətən dəyər. Və mən düşünürəm ki, belə bir halda mən tələbələrimə gələcəyinə icazə verəcəm ki, süni intellektdən istifadə etsin, amma bu ortalara çataq, sonra icazəsi olacaq. Amma evdədirsə, kimdə onun əlini saxlayan deyən ki, eləmə kül ixtiyardır. Nə istəyir eləyə bilər. Amma artıq bizim həyatımıza gəlib, bütün işlərimizdə var. Bir çox yerdə süni intellekt yeridilir. Ondan imtina etmək tamamən bugün yanlışlıqdır. Həqiqətən də bu bir xətadır. Bug deyərdim ona, həqiqətən də. Əslində kod dünyasında deyirik biz bug, amma indi xəta da deyəndə də gəlin bug deyək buna. Məsələ ondakı yox. Süni intellektsiz bugün mümkün deyil, amma peşəkarına. Təzə başlayana yox. Təzə başlayan gərək bu sənətə yiyələnə ki, yaxşını pisdən ayıra bilər. Sonda da mən düşünürəm ki, bəlkə də hələ ki PHP-də yoxdur, çünki PHP-də sonradan gəlir metodlarla işləmək, metodlar dünyasını tanımaq OOP anlamında. Amma Python-da siz hiss eləmədən mən tələbələrimə çalışıram da asta-asta o Python dünyasını açam və daha peşəkar, lap ilklərdə olsa belə daha peşəkar bu işə deməli keçid alsınlar. Hərdən də deyirəm, baxın, əgər başqa dildən gəlibsə rahat deyə bilirəm. Python proqramlaşdırma dilində dəyişənlər yoxdur. O tam başqa cür yaşayır bu iş və get-gedə bunu göstərib sübut edirəm, amma da bu demək deyil ki, da yaratdığın dəyişənə pis baxmaq lazımdır. Yox, həqiqətən də dəyişən deyirik, özünü formal olaraq dəyişən kimi də göstərir. Amma real səhnə arxası tam başqa cürdür və bunu həmişə deyirəm ki, əslində dəyişən yoxdur, amma heç demək deyil. Ən əsas da Python proqramlaşdırma dilində istər string metodlarında. Çünki metodlarla tanış olsansa deməli OOP dünyasına gəlsən. PHP-də biraz sonra gəlirsən. Amma JavaScript-də, Python-da istər-istəməz artıq içindəsən. Obyekt dünyasının içindəsən. Hiss eləməsən də, və yaxud da ki, müəllim deməsə belə. Və həmişə sövq edirəm ki, sən bir bax gör, string
list ya array fərqi yoxdur. Dictionary ya da object heç bir fərqi yoxdur. Yəni bu data tip üçün sən bir bax ki, metodları necə yazıblar. Bunu Marsdan, ilahidən, nə bilim başqa bir yad ellidən gəlməyib ki, bunu yazan sənin kimi nə vaxtsa bir proqramlaşdırmaya ilk qədəm qoyanlardan biridir. Bunu yazan insandır. Sən bax ki, bu metodu necə yazıb, nəyi düşünüb, nəyə icazə verib, nəyə icazə verməyib. Sonunda bu metod nə qaytarır və necə qaytarır. Bax bunlara indidən sən özün metod yazmasan belə fikir versən, bu siyasətə, bu fəlsəfəyə, bu ideologiyaya indidən fikir versən, sən gələcəyin mükəmməl proqramçısı olacaqsan. Mən çünki ilk birinci ona çox fikir verirəm. Bəlkə də bir neçəsi göz ardı, barmaq arası baxır və deyir, bu metodu da, yəni bunu qaytarır, bil bəsdir. Yox, mən elə deyiləm. Bunu insan yaradıb, mənim üçün yaradıb. Düzdürmü? Mən bir proqramçı kimi, mən təzə öyrənən kimi və yaxud da ki, mən bu dildən istifadə edən kimi, düzdürmü? Bunun hansısa bir maraqlı ideya ilə yaradıb. Bax, mən deyim ki, özəlində, əvvəlində hər şey fikir ver. Çünki sən bir gün OOP-də metod yaradacaqsan. Sən bir gün komandada iştirak edəcəksən. Sən elə bir kod, elə bir funksiya, elə bir funksional, elə bir metod yazan, yaradan və bunu istifadəyə verən biri olmalısan, bir parçası olmalısan ki, sənin məhsulundan kim istifadə etsə, kim paylaşsa deyə, nə gözəl, nə əla. Eyni zamanda elə yazmalısan ki, sabahsı gün olmadı belə, başqasını yaradıb bunu ondan dəyişəsən. Çünki biz elə eləyirik, callback dünyası onun üçün yaranır və deyirəm, baxın, öyrəndin, əvvəldə öyrənəcəksən. Sonra yox ha, sonra heç kimə maraqlı deyil. Çünki sonra eləyəndə təzdən qayıdırsan ki, ayda, fikir vermədim buna. Sən demə Python'da bu var imiş. Sən demə JavaScript'də bunu mənə əvvəldə deyiblər. Qaydacaqsan, amma mən deyirəm, niyə qaydasan? İndidən bil də, sənə nə verilirsə, məqsədi yönünü verilir. Sənə bunu bundan qabaq bir insan yazıb. Sən bunun kimi və bundan daha yaxşı yazman üçün hər şeyə fikir ver. Nəyə fikir verdinsə, bu sənə çörəkdir. Əsas odur, tənbəl olmayasan və tələsməyəsən. Bir insanda hər şey bizim nə var gözəl alınır. Haçan nə qədər yazırdısa alınmırdı. Nə qədər qururdusa yıxılırdı. Sonra 3-cü, 4-cü, 30-cu, 55-ci alınanda iradəli şəkildə gedibsə, o heç vaxt bu işi unutmayacaq. Mükəmməl biləcək, bu işin peşəkarı olacaq. Mənim də işim bir insan sənət yiyəsi olsun. Bu sənətin yiyəsi olmaq lazımdır ki, gələcəkdə mükəmməl developer, mükəmməl proqramçı olasan. Çünki hər şey nə yaradırsınsa, bu zəkanın məhsuludur. Kubik daşımırsan, yemək pişirmirsən, əlvi yandırmırsan, ağır bir iş görmürsən, sadəcə beynində olan bir fikri sətirlərlə elə edirsən ki, sonunda hamı ondan yararlanır və deyir, ayda, nə gözəl məhsuldur.